Trump lap ağın çıxardı bu ağıllı başlayır. Söyüşlə danışır. Listen, you motherfuckers, we're gonna tax you. Axırıncı o bəyanatında, ay nə bilim, nanəciblər, vələdüznalar, Hörmüz boğazını açması, sizi tutub. Görək də o necə olacaq. Neysə. Salam aleyküm, bitiricilərimi efir qarşısında salamlayıram. Allah canlarını sağ eləsin. Azərbaycan şəxsiyyətinə salam, hər vaxtınız xeyirli olsun və dərhal da elə buraxılış başlayan kimi abunə olasınız bu səhifəyə. Səbəb çox sadədir, onsuz da baş verən bütün bu hadisələrdən xəbərdar olmaq niyyətiniz varsa, abunə olsunuz dərhal. Yeni bir video qabağınıza çıxacaq və biləcəksiniz ki, söhbət kimdən, nədən, hardan və necə gedir. 35 gün ərzində vurulan ilk təyyarə. Niyə görə vurulan ilk təyyarə deyirəm? Dərhal yenə deyəcəklər ki, yox, yerdə vurmuşdular, F-35-i zədələmişlər, amma konkret vurulur və yerə düşür. Təyyarə yerə düşdü. Bu ilk təyyarə idi. Söhbət ondan gedir ki, Söhbət F-15-dən gedir və bəlkə də həmin o F-15-in pilotlarının təxliyə olunması az qala yox, ağıllı başlı bir kino ssenarisinə çevrilib, bir dəqiqə Hollywoodda oturub yazırlar ki, görək kimin ssenarisi daha yaxşı olacaq ki, müharibə qutarandan sonra qəşəng bir kino da çəkək. Amerikanlarda o var, başqalarından fərqli olaraq. Amerikanlarda bir dənə təyyarə vurulur, dərhal oturdular, başladılar yazmağa. Belə, nə baş verdi? Şurasında da ki, bəli, təyyarə vuruldu və Amerikanların təyyarəsinin vurulmasının bir neçə səbəbi var idi. Hava hücumundan müdafiə sisteminin İranda tamamilə məhv edilməsi, tamamilə deyək, yalan olar, 85% məhv edilməsi, radar sistemlərindən söhbət gedir. Artıq Amerika hərbi hava qüvvələrinə stand-in deyilən bir texnika var, döyüş texnikası var. Təyyarələr aşağı enir, 5 kilometrə qədər enir və 5 kilometrə endikdən sonra artıq orada başlayırlar işləməyə, döyüş tapşırıqlarını yerinə yetirməyə. Və belə olan halda İran aydın məsələdir ki, radarlar işləmir, radarları işlədə də bilmirlər, olan qalan radarlardır. Çünki dərhal radar radio şüalanmanı həyata keçirən kimi onu aşkar edirlər, peyklər, təyyarələr, radioelektron mübarizə sistemləri onu tapır və raket zərbəsi və salam, həmin radar yoxdur. Amma daşınan zenit raket kompleksləri, Məcid 08, Hozu Məcid yox ha. Hozu 007. Zenit raket kompleksi var İranda, Məcid adı. Məcid 08 adı ilə tanınan o tip zenit raket kompleksləri işləyə bilirlər. Səbəb onların radarı yoxdur. Onlar daşınan zenit raket kompleksi çiyindən atılır, bu şəkildə gördüyünüz kimi və hədəfi aşkar edən kimi nişan alırsan, raketi buraxırsan. Normal gedir, dəyir. Məcid 08-də qurğunun üstündə, burada da şəkildə görürsünüz bunu, qurğunun üstündə optik elektron nişan alma sistemləri var ki, o hədəfi şüalandırmadan, radio dalğalar buraxmadan müxtəlif video spektrlarda görə bilir. İnfraqırmızı, teplovizyon və s. və ilaxır çoxdur. Yəni müxtəlif spektrlarda hədəfi görür, nişan alır və təbii ki, raketlərini ata bilir. O da təqribən uzaqlıq məsafəsi 8, hündürlük hardasa 6 kilometrə qədər hədəfləri vura bilir. Və istisna olunmur ki, bu sistemlərdən biri istifadə olunub və F-15 təyyarəsini vurublar. F-15 vuruldu, yerə düşdü, pilotlar katapult elədilər və Allah yeri gəlmişə heç kim o katapultanı göstərməsin. Dəhşətli bir şeydir. Pilotlar hərdən bilirlər ki, ən yaxşısı bu təyyarə ilə bir yerdə ölüm, amma katapult eləməyim. O variant da var. Niyə? O barədə bir balaca danışarıq. Nəysə, bunlar katapult eləyirlər. Amerika dərhal təxliyə əməliyyatını həyata keçirir və İsfahanın hardasa təqribən 50-55 kilometrlik yaxınlığında bu pilotlardan birini tez tapırlar və ikincisini 36 saatdan sonra aşkar eləyə bilirlər. Tapılır, təxliyə komandası gəlir ora, söhbət vertolyotlardan, söhbət C-130 təyyarəsindən gedir ki, onlar gəlirlər və maraqlısı nədir ki, hətta orada ərazidə bəsic və Sepahın qüvvələri ola təyyarə orada yerə də enə bilir. Little Bird vertolyotları var, balaca vertolyotlardır, çox manevrli vertolyotlardır və həmin o vertolyotlar da ora enir, amma təbii ki, artıq orada müəyyən problemlər yarandığından onlar oradan havaya qalxa bilmirlər. Amerikanlar özləri onlar orada vurur, dağıdır ki, farsların əlinə keçməsin. İndi deyəcəklər ki, yox, farslar özləri vurublar onu, dərhal başlayacaqlar yazmağa ki, yox, filan olasan, farslar özləri vurur. Okey, farslar özləri vurur. Yaxşı, inandıq. Tamam, inandım, tamam. Farslar özləri vururlar bunu və onlar vuranda ekipajdan heç kimə heç nə olmur. Nə dərəcədəsə belə çox maraqlıdır ki, C-130 kimi təyyarə vurasan və ekipajdan heç kim ölmür. Little Bird vertolyotunu vurasan, yenə də ekipajdan heç kim ölmür. Maraqlıdır da, Farsların nağılları həmişə maraqlıdır. Ümumiyyətlə, Fars nağıllarını oxumusunuz, oxuyun, çox gözəl nağılları var.
Necə nağılları varsa elə də yaşayırlar. Neysə, vurdular, problem yoxdur. Vururlar və dərhal ikinci təxliyə komandası gəlir. Ərazidə təhlükəsizlik zonası yaradır. Atəş altında saxlayırlar Sepahı da, Bəsici də və ikinci pilotu da yüksək bir dağ nöqtəsindən təxliyə eləyirlər və aparırlar. Niyə görə belə gec oldu? İş orasındadır ki, ikinci pilot katapult edən vaxtı zədələnir. Və niyə zədələnir? İş orasında katapulta vaxtı insanın bədəni 15-20 dəfə yüklənməyə məruz qalır. Çox qısa müddətə, amma yüklənməyə məruz qalır. Bu nə deməkdir? Məsələn, təsəvvür edin ki, ürəyinizin çəkisi 1 kilodur. Məsələn deyirəm, ürəyin çəkisi 1 kilodur və katapultun o qısa anında ürəyin çəkisi 15-20 kiloya qədər artır. Bunu şamil edin bütün bədənə. Onurğa sütununa, beyinə, gözə, ələ, barmağa, dırnağa, sidik hissəsinə, fərq eləməz. Hər şeyə bunu şamil edin və görün ki, insan necə yüklənməyə məruz qalır. Düzdür, qısa müddətli olur, amma bu qısa müddətli yüklənmək kifayət edir ki, insan özünü itirsin. Və sonradan həmin o yüklənmə getdikcə azalır, amma bütün bunlara baxmayaraq artıq insan zədələnmiş sayılır. Və o yerə düşəndə istisna etmək olmaz ki, artıq özündə olmur və yaxud yerə düşəndə ayağı burxulur, sınır, fərq eləməz. Daşlara dəyirsən, zədələnir, amma bütün bu zədələrin hamısı müqabilində o dərhal özü gizlənə bilir. Pilotun üstündə var idi müxtəlif radio sistemlər var ki, o həmin o sistemlər pilot katapult edən kimi dərhal işləməyə başlayır ki, pilotun yeri bilinsin hardadır. Sadəcə olaraq onu tapmaq bir balaca çətin. Nəysə, pilot təxliyə olunur və bu, yenə deyirəm, 35 gün ərzində ən dəqiq vurulmuş Amerika təyyarəsidir. Problemdir, problemdir. Amma ikinci bir tərəfdən İran düzdür, hava hücumundan müdafiə sistemlərini itirsə də, ümumi vəziyyəti itirməyib. Söhbət nədən gedir? Raket və dron zərbələri hələ də davam edir. Baxmayaraq ki, Donald Trump sonuncu paylaşımlarından birində İranın belə ağına bozuna baxmadan, belə ağıllı başlı söyərək, o kovboyların variantı var, söyərək deyib ki, əgər siz hörmüzü açmasanız, vəssalam, sizi tutub ayrı məsələdən inəcəm. Belə desə, sizi daş dövrünə qaytaracağım, yumşaq dillə desə. İran isə deyib ki, buyur. Əgər sən nəsə eləyəcəksənsə, biz də təbii ki, olmazın dərəcədə güclü zərbə endirəcəyik. Deməli, İranın hələ də deməzdim tam, amma buraxıcı qurğularının sayı var. Raket var, dronlar var və bunlarla da Körfəz ölkələrinə durmadan zərbə endirmək mümkündür. Və belə zərbələr endirmək mümkündür. Və bütün bu zərbələrin hamısı tədricən özündə elə Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsini gətirib çıxarır. İrana qarşı Birləşmiş Ştatların quru əməliyyatlarının planının olmaması artıq göz qabağındadır. İran konkret olaraq Amerikanı gözləyir ki, gəl, əraziyə daxil ol və mən səninlə öz quru ərazində döyüşüb səni məhv eləyə bilərəm. Və etiraf eləmək lazımdır ki, İran bunu edə bilər. Səbəb çox sadədir. İranın hal-hazırda 500-550 minə qədər döyüşçüsü var. Söhbət quru qoşunlarından gedir. Bura Sepahı, bura Bəsicləri də əlavə eləmək lazımdır. Onda rəqəmlər artır. Amerikan isə faktiki olaraq regionda quru qüvvəsi maksimum yığaq hamısını bir yerdə 40-42 minə. Biz yenə də nə dərəcədə mərhəmətli olduğumuzu göstəririk. Artıq növbəti dəfə 300 ton humanitar yardım İrana göndərilib. Heç nəyə baxmayaraq farsbaşların və fars ideologiyasının qurbanı olan şəxslərin bizə əyri baxmasına baxmayaraq, Azərbaycana əyri baxmasına baxmayaraq, Azərbaycan yenə də humanitar yardım göstərir və bu bir daha insanlıqdan irəli gələn bir şeydir. Əsl qalsa heç kimə borcumuz yoxdur, amma insan olaraq biz kömək edirik ki, buyurun, müharibətlə düşmüsünüz, zibilə onun altından çıxmaq müşkül məsələdir, amma hər halda kömək eləməyə çalışırıq. Əlimizdən gələn kömək edirik. Bunu hər halda yaddan çıxarmaq olmaz qətiyyən. Yəni, heç kimdən və heç nədən qorxmuruq, amma insan olaraq köməyimizi eləyirik. Belə, məhz bütün bunların hamısını nəzərə alsaq, hələ də əməliyyatların davam edəcəyini gözləmək lazımdır. Qara cümə deyirlər, qara çərşənbə olacaqmı İran üçün? İstisna etmək olmaz. Və bu, bəlkə də müharibədə növbəti dönüş nöqtəsi olsun. Amma müharibənin belə tez zamanda dayanmasını gözləmək İnanmıram mümkün olsun. Çünki bu dəqiqə Amerika özü də çox gözəl başa düşür. Geri çəkilsə vəssalam. Amerikada Amerikalının qalmayacaq. Dünya çapında. Onu hər keçən ölkə onun yanından keçəndə başına bir dənə belə qapaz da vuracaq ki, İranın dızmısan da kimsən kisə. Və o tərəfi də var. O cümlədən İsrail. Ona görə də bu yersiz və plansız əməliyyatlar hələ də davam edir. Əslində qalsa İsrail qarşısına qoyan planlarda nə idi? Nüvə və raket texnologiyalarını tam sıradan çıxartmaq. İsrail o istiqamətdə işləyir. Amerika isə rejimi dəyişmək istiqamətində də çalışırdı və rejimi təbii ki, dəyişə bilmir. Deməli, faktiki olaraq rejimi dəyişə bilmədiyindən Amerika faktiki olaraq uduzmağa doğru gedir yeri gəlmişkən. Amma nəyisə dəyişsə, strategiyanı müəyyənləşdirsə, bəli, artıq onda yenidən bu problem yenə də alovlana bilər. Necə? Nüvə alovu olacaq, napalm alovu olacaq, trotil alovu olacaq, bilmirəm, deyə bilmərəm. Amma bu alovlama hələ çox
ordusu aparmalıdır. İsrailin özündə artıq 7000-dən artıq əziyyət çəkmiş şəxslər var. Yeri gəlmişkən Hezbollah İrandan daha yaxşı döyüşür. Hezbollah Livanda İranı, İsrailin 14 tankını artıq vura bilib. 14 tankını vurub, təsəvvür edirsiniz, quru əməliyyatlarında və üstəgəl 11 ya 12 nəfər də əskərini öldürə bilib. Amma İran, İsrail şərti olaraq cəbhəsində İran, İsrailin hələ də bir döyüşçüsünü belə öldürə bilməyib. Deməli, Hezbollah İrandan yaxşı döyüşür də belə çıxır. Düz onlar quruda döyüşürlər, bunlar havada. Yenə də təyyarəsi vurulmayıb, pilotlar məhv edilməyib, atırılan raket zərbələrində hələ ki ortalıqda heç nə yoxdur. Hezbollah yaxşı döyüşür və salam. Başqa adı yoxdur. Belə, hələ nələrin baş verəcəyini demək bir balaca, hələ də bu boğaza görə müşkül məsələdir. Boğaz hələ də bağlıdır və o boğazın bağlı olması da ciddi problemlər yaradır ölkələr üçün, ərəb ölkələr üçün də o cümlədən. Ərəblər də durmadan zərbə altındadılar və onlar da səslərini çıxartdılar və yalnız onu arzu edirlər ki, İranla bağlı problem öz həllini tapsın ki, onlar yaşaya bilsinlər. Bəhreyn, yazıq Bəhreyn. Həqiqətən yazıqları. Və burada Bəhreynin çox çətin bir ərazidə olması, Qətərin çox çətin bir ərazidə olması və bu ortalıqda 3 ada var. Əbu Musa, Balaca Tomb və Böyük Tomb. Həmin o adalar Birləşmiş Ərəb Əmirliklərinə vaxtı ikən, səhv eləmirəmsə, ərəblərin idi. Bir sözlə o adalar ərəblərin idi. Sonra məqamından istifadə edib İran o adaları ələ keçirdi və düz boğazın içində o adalarda artıq öz qüvvələrini yerləşdirib və faktiki olaraq həmin o əraziyə nəzarət eləmək üçün o adalar çox kömək edir. Bu adalarda da, burada yerləşən o 3 balaca adada da ərəblərin də gözü var, Amerikanın da gözü var. Yəni bu ərazidə hamının gözü var, göz dəyib bu əraziyə. Kim sona qədər davam edə biləcək, baxın, gözləyirik. Yenə deyirəm, abunə olun, diqqətiniz bizdə olsun və abunə olduğunuz halda siz baş verən bütün hadisələrdən sadə dildə məlumat ala biləcək. Ağıllı söhbət eləmirik, sadəcə olaraq elə belə danışırıq. Salamat qalın, əsas odur. We'll be right back.